Selamünaleyküm garaj mücadeleler. Növbətdəki maşinimiz Cobalt MCM buladı. Buna en zor mahsulatlardan yığınaq bəriyəmiz. Bu kadar verəcən üçün türbütəmiz. Stak qofas blokumuz, KME tapomuz buladı. Bu variator, yani maşinin şarj gələn sürüb Bu metanol gəmdəki en gerekli verəcədən birisi. Səbəbi yazda maşini qızıb getməslikinə, həm yaxşı yürüb verişlikinə səbəbçi olan nəsə eynən şunu hesabla. Bir an tərəfdə İtalyanski zaporojyədən sonra çəkilib bəriyəmiz. Pirlusuna 0.35 skarasını farzınkəndə ustam çəkilib bəriyəmiz. Bu maşinimiz şəhərin içində kəmində 220-dən 260 km/s yürüb bərər. Arka tərəfinə 90'lıq balonun sonra çəkilib bəriyəmiz. Pirlusuna zavadskı pasaq gələn ustam çəkilğamız. Yəni görüb ötəmiz. Vikor balonumuz iyi pilotuna zavodskı pasaq gələn. Bunun en özellik cayı rezingə düşüb getcəm vaxtından balonunu çapmıydı. Səbəbi uqoyundakı sərgənə işlab bərilgən buladı. Yurtdüzsə həmən əsəni çırayla qılıb 2026-cı il Vikor balonu ustam çəkilib bəriyəmiz. Pəstən əməliyyat qaldıramız. Metan propon sonuçya boyunca alaq açıq verəsə.